Yoldaşlar salam, hər vaxtınız xeyir olsun. Mən Günəş Vəliyeva bu gün sizə Excel bölməsindən formulas lent tabının izahını verəcəm. Gəlin başlayaq. Formulas lent tabında birinci növbədə function library adında lent qrupumuz bizi qarşılayır. Function library'də funksiyalardan söhbət gedir. Baxın, burada indiyə kimi keçdiyimiz, keçmədiyimiz bütün funksiyalar qeyd olunub. Məntiqi funksiyalar, mətin funksiyaları, finans və s. qeyd olunub. Əlbəttə ki, biz bunların çox az bir qismini istifadə edirik, yəni keçirik dərsimizdə. İkinci növbədə define name lent qrupu. Define name lent qrupunda xanaya ad qoyuruq. Baxın, xanaya, vərəqə yox. Vərəq sheetdir. Vərəq aşağıda yerləşir. Vərəqə ad qoymaq istəsəz, o home tabıdır. Home tabında formatda rename sheet var. Ancaq burada istifadə etdiyimiz isə xanaya ad qoymaqdır. Məsələn, deyək ki, A1 xanası olsun. A1 xanasına ad qoymaq istəyirik. Define name-i vururuq. Buradan yazırıq ki, məsələn, 23 tutalım. Rəqəm götürmür, yaxşı. Başqa bir ad qoyaq. Məsələn, son belə bir ad qoyaq. İndi baxın, A1 xanasının adı oldu son. Aşağı düşəndə A2 olur, yuxarı olanda A1 xana son. Adı son olur. Həmçinin bu hissədə name manager bölməsindən həmin xana haqqında məlumatlara baxarsınız. Baxın, xanamız budur. O xananı yenisini yarada bilərsiniz. O xananı silə bilərsiniz. Edit, yəni redaktə eləyə bilərsiniz. Xana haqqında məlumatlara baxa bilərsiniz. Məsələn, hal-hazırda dəyəri görürsünüzmü? Yoxdur. Yəni içində bir qiymət yoxdur. Bu da işçi kitabı göstərmiş olur. Vərəqdə sheet bir vərəqidir. Burada qeyd olunub. Sonra using formula xanaya qoyduğun ada buradan baxa bilərsiniz. O xanaya qoyduğunuz adı qarşılayır. Həmçinin xananın adını xananın içinə neynədir? Mənimsətmiş oldu. Bu oldu bizdə nə? Define names. Üçüncü formula auditing lent qrupudur. Formula auditing lent qrupunda isə birinci hissə trace precedence əmridir. Bu əmr bizdə asılı və əsas xanaları göstərir. Məsələn, deyək ki, bura yazıram 2, bura yazıram 4. Bərabər qoyuram 2, üstəgəl 4. Bu 6 etdi. İndi burada trace əmrini vuran kimi burada dedi ki 6 2 ilə 4-dən yaranıb. Yəni 2 ilə 4 olmazsa 6 əmələ gəlməz. Demək 6 asılı xanadır, 2 ilə 4 isə əsas xanalardır və həmçinin ucunda ox işarəsi olan asılıdır, yumru olanlar, dairə olanlar isə əsas xanalar adlanmış olur. Həmçinin buradan remove-u da vurub təmizləyə bilərsiniz və yaxud da həmin xananı seçib trace depends əmrini vurarsınız. Depends hansı xanadan asılı olduğunu göstərir bunu. Məsələn, və yaxud da 4-ə gəlirsiniz, burada qoyursunuz, deyir ki, yəni bu xanadan yaranıbdır. Bundan asılıdır. Və remove da nə edir? Onları təmizləmiş olur. Formulas bu olduğumuz xananın formulunu göstərir. Məsələn, deyək ki, bir xana var, bir qiymət alınıb. Siz bilmirsiniz ki, sizdən əvvəl orada kimsə hesablama aparıb tutalım ki, onu necə alıbdır. Siz elə show formulunun üstünə vuran kimi göstərir ki, bu xananın qiyməti D2 üstəgəl D6 xanasından alınıbdır. Həmçinin rənglərini də baxın qeyd etmişdi formulas. Error checking. Error checking səhv barədə məlumat verir. Yəni bir səhv varmı onu göstərir hesablamada. Sonra evaluate formula. Evaluate formula bizi addım-addım başa salır. Step by step, addım-addım. Məsələn, deyək ki, evaluate formulanı vuram. Deyir ki, D2 üstəgəl D4 xanasından alıb. Təzədən bir də evaluate vuram. Deyir ki, 2 üstəgəl D4 xanası. Bir də vururam. Deyir 2 üstəgəl 4, evaluate bir də vuram, alır 6. Yəni bizi addım-addım başa salır. Buna izah verir. Sonra watch video. Watch video baxış göstərmək. Məsələn, bu xananı seçirəm. Bu xanada gəlir, tutalım, bu add watch eləyirəm. Məsələn, olduğum xananı add eləyirəm. Əlavə edən kimi deyir book 1 dəsən. Həqiqətən book 1-dəyik, işçi kitab 1-də. Deyir ki, 3-cü vərəqik, sheet 3-dəyik. Həqiqətən aşağı baxın, sheet 3-də. Neyim xananın adı verməmişdik. Sales F3 xanasıdır. Həqiqətən sell F3 xanasıdır. Value dəyəri 6-dır. Hesablaması düsturu da budur. Olduğunuz xana haqqında bütün məlumatları sizə vermiş olur. Sonra son isə calculation. Calculation options
Calculation options kalkulyator deməkdir, əziz yoldaşlar. Məsələn, burada 2-ni 7 etsək, eləyəcək 11 və yaxud da 4-ü 1 etsək, edəcək avtomatik 8. Biri də var, mən bunun içərisində avtomatik əvəzinə manual seçirəm, yəni əldən hesablamanı. Gəlirəm burada, bunu 6 eləyəndə artıq 6-nın üstə 1 gələndə 7-dir. Yəni bunu neynir? Hesablamır, hesablamır. Onda mən neynəməliyəm? Calculate nano vurmalıyam ki, hal-hazırda olduğum əməliyyatda indi hesablamanı özü avtomatik etsin. Vuran kimi hesablayır. Calculation sheet isə bütün olduğum vərəqdə hesablamanı həyata keçirmiş olur. Bu bizdə oldu formulasının tabı. Təşəkkürlər.